Mən özüm acından az qala ölmüşdüm. Hamı belə olmuşdu. Kimdən soruşdum, cavab verdi ki, gecənin bir aləmi acından oyandım. Bu necə mümkündür? Bir gecədə bütün əhali aclıq hiss eləyib. Bax, bu gül dünən qönçə idi. Keçən gecədən indiyədək saralıb solub. Dəqiq bilirsiniz? Görmürsən? Bağçanın bütün gülləri və ağacları bir gecənin içində saralıb solub. Bir gün ərzində nə hadisə baş verə bilər? Bəlkə bir neçə ağacın kökü çürüyüb, ya da ki, su çatmayıb. Hamısı birdən və bir yerdə çürüyüb. Özü də bir gecənin içində. Yox, bu neysə başqa bir hadisədir. Keçən gecədəki o görünməmiş aclıq kimi. Mən də gecə yarısı oyandım. Yəni, aclıq məni oyatdı. Xanım, nə oldu xanım? Qalxın, yavaş-yavaş. Hə. Nə olub, xanım? Xanım, nəsə olub? Xanım, halınız yaxşıdır? Gözlərim görmədi. Xanıma nə qədər dedim, bu qədər ağlamayın. Özünüzə əzab verməyin. Xanım, bundan sonra bu cür gözlərlə axı necə yaşayacaqsınız? Əgər Yuzarsif'i görməyəcəksə, bu gözləri neynirəm? Məbədin xadimlərinə və cənab Alixmahuya böyük Amunun salamı olsun. Amunun salamı olsun sənə. Nə olub Keybuni? Açıq-aşkar elan eləməyiblər, amma hamı qıtlığın başlandığını bilir. Hardan bilirsən? Kim dedi? Misir cəmaatının çoxunun aclığı və ağacların qurumağı qıtlığın əlamətidir. Düz 7 ildən sonra qıtlıq başladı. Elə Yuzarsif'in dediyi kimi. Bu uydurma xəyallara və əsassız şayələrə inanmaq lazım deyil. Ehtiyatı əldən vermək olmaz. Çalışın heç olmasa bir illik buğdamızı əvvəlki kimi toplayıb saxlayasınız. Əgər qıtlıq olmasa, lap yaxşı. Əgər olsa, heç olmasa, Yuzarsif'ə bir il gec əl açarıq. Əgər Yuzarsif buğda saxlamağın sirrini biraz tez desəydi, biz əvvəlcədən saysız hesabsız ambarlar tikməklə həm məbədin ehtiyacı qədər ehtiyat yığardıq, həm də Yuzarsif'in bu yolda çəkdiyi zəhməti puç eləyərdik. Yuzarsif iddia eləyir ki, 7 il ambarlarda buğda saxlamağın sirrini öz Allahından öyrənib. Bu əsassız və yersiz iddiadır. Əgər biraz düşünsəz, o qədər də əsassız deyil. Yuxunu dəqiq yozması, Misiri idarə eləməsində ardıcıl olan uğurları, saysız hesabsız ehtiyat toplaması, buğdanı uzun müddət saxlama sirri, Yuzarsif'in və eləcə də onun Allahının qüdrətinin nişanələrindəndir. Əgər Yuzarsif möhkəm bir yerə söykənməsəydi, qarşısına çıxan bu qədər çətinlik və töhmətlərə davam gətirə bilməzdi. Cənab Alixmahu, yoxsa siz Yuzarsif'i və onun Allahını təsdiq edirsiniz? Yox, təsdiq eləmirəm. Amma məni belə bir sual düşündürür. Görərsən onun bu saysız hesabsız müvəffəqiyyətlərin səbəbi nədir?
Mən düşmənimi zəif bilmirəm. Həqiqətlərə də göz yummaq istəmirəm. Hey! Yüzarsif, Gedək Züleyxadan muştuluq alaq. səbr elə. Muştalaq. Əvvəlcə Yüzarsifin hara getdiyini bilməliyik. Gidək. Ambarlara sür. Dayan! Saxla! Dayan! Nə olub? Niyə cəmaatın üstünə sürürsən? Bəs onda sənin Amun məbədinin əskərləri ilə fərqin nədədir? Biz xalqın xidmətçiləriyik, onlara əziyyət verməməliyik. Biz onların canının və malının qənimi deyilik. Bağışlayın, cənab. Tələsməyə ehtiyac yoxdur. Biraz yavaş sür. Bağışlayın. Getdik. Ambarlara tərəf gedir. Züleyxadan çox yaxşı muştuluq alacağıq. Deməli bizim xəbərimiz olmayıb. Arvadının adı nədir? Əsnat. O Atom məbədinin kahini cənab Kamusesin qızıdır. Nə vaxt evləniblər ki, biz xəbər tutmamışıq. Özümüzü bu sarayda həbs elədiyimizə görə heç nədən xəbərimiz yoxdur. İndi onun mənsi adında bir qızı da var. Yazıq Züleyxa. Əgər o bu xəbəri eşitsə nə hala düşər? Yox. O bu haqda bilməməlidir. Züleyxa xanım əgər bunu bilsə, özünü öldürər. Axı cənab Yüzarsif niyə belə elədi? Məyər pis iş görüb? O evlənməməli idi? Yox. Bəs onda Züleyxa xanım necə olacaq? Dəli olmusan? O hardan bilsin ki, xanım hələ də ona aşiqdir? Bir də ki, xanımın Yüzarsifə elədiyi bu qədər zülümdən sonra o yenə də Züleyxa haqqında düşünməli idi. 2 nəfər gəlib, xanım. Sizlə işləri var. Mənimlə nə işləri var? Deyin gəlsinlər. Uyanı aydın görə bilmədim. Gözlərim günü-gündən daha pis görür. Hamısı çox ağlamaqdandır, xanım. Özünüzə biraz rəhm eləyin. Belə getsə sabah yol yerimək üçün ondan bundan kömək istəyəcəksiniz. Niyə axı gözlərinizi təbib Sinuhiyə göstərmirsiniz? Heç olmasa dava dərman eləyərdi. Mənim təbibim başqasıdır. Onun da ki, mənim xəstəliyimdən xəbəri yoxdur. Salam olsun Züleyxa xanıma. Bu təzim və hörmət o vaxtlar üçün idi ki, mən Misirin 2-ci böyük xanımı idim. İndi bu hərəkətlər çox gülüncdür. Yaxına gəlin. Sözünüzü deyin. Məndən nə istəyirsiniz? Muştuluq xanım, muştuluq. Çünki cənab Yüzarsif Əlbəttə bizim məqsədimiz sizi sevindirməkdir, muştuluq almağı yox. Yüzarsifdən xəbər gətirmisiniz? Bəli, xanım. Dediyim kimi, o buğda anbarına tərəf... Biz Züleyxa xanımı sevindirmək istədiyimiz kimi, o da biz 2 ehtiyaclı cavanı sevindirmək istərmi? Əlbəttə ki, burada gözləyin. Siz ehtiyaclı deyilsiz. 2 hoqqabassız, hoqqabaz. Buyurun, bu da muştuluq. Səbr eləyin, xanım. Əvvəlcə xəbərlərini desinlər. Əlbəttə.
Cənab Yüzarsif, Elə indicə buğda ambarlarına tərəf getdilər. Elə bu kifayətdir. Gedin. Gedin. Dedilər, Dipsin buğda ambarlarına tərəf gedib. Mən də gedirəm. onunla gedin. Görürsüz ki, gözləri zəifləyib. Onu tək buraxmayın. Allah'ın salamı olsun Yüzarsif'e. Allah Yüzarsif'i olsun. Allah Yüzarsif'i olsun. Allah Yüzarsif'i korusun. Salam olsun cənab Yüzarsifə. Salam olsun. Salam olsun cənab Yüzarsifə. Allah'ın salamı olsun sizə. Salam olsun Misirin əzizinə. Allah'ın salamı olsun Yüzarsif'e. Allah Yüzarsif'i olsun. Allah Yüzarsif'i olsun. Minnətdarım. Əyləşin işinizi görün. 62. Növbəti adam. İstifadəni hansı ambardan başlamısınız? 7 il bundan əvvəl yığdığımız birinci ambardan. Afərin. Birinci ilin buğdaları çox qalsa xarab ola bilər. Deyin görüm, əkinçilərə də buğda verirsiniz? Xeyr cənab. Əkinçilərin bir illik buğdaları var. Təkcə sənətkarlara və şəhərdə yaşayanlara veririk. Deməli 50 bin. 52. Minnətdaram. Müdrik Yüzarsifin ömrü uzun olsun. Adın və digər nişanələrin. Dici Nita, atamın adı Nimrud. Tips şəhərinin sakiniyəm. Arvadım və 4 uşağım var. Dici Nita, orta təbəqədən. Sizin baylıq payınız 62 buğdadır. Hər biri bir dibindən. Zəhmət olmasa 60 dibin ödeyin. Cənab Yüzarsif, məyər bir illik buğdanı bir dəfəlik vermək, ay-bay verməkdən yaxşı deyil? Bir illik buğda həddindən artıq çoxdur. Oğruların və fırıldaqçıların tamahına səbəb ola bilər. Yavaş xanım. Xanım, siz ki Yüzarsif'i görə bilməyəcəksiniz. Bu qədər israr və tələsmək nəyə lazımdır axı? Onsuz da başa düşməyəcəksən. Mən bilirəm ki, siz Yüzarsif'i sevirsiniz. Amma xanım, Yüzarsif'i görmək üçün görən göz gözəl üz lazımdır. Siz gecə gündüz ağlamaqla bunların hər ikisini itirmişsiniz. Əgər kimsə kör olubsa, sevdiyini axtarmamalıdır. Əgər kimsə qocalıb eybəcərləşibsə, ümidini üzməlidir. Mən öz itirdiyimi əziz bilirəm. Qocalıq və körlük məni bu istəyimdən heç cür uzaqlaşdıra bilməz. Eşq olsun Yüzarsifə. Eşq olsun Allah Yüzarsifə hifz eləsin. Yaşasın Yüzarsifə hifz eləsin. Allah Yüzarsifə hifz eləsin. Misirin əzizi var olsun. Misirin əzizi var olsun. Eşq olsun böyük Yüzarsifə. Yaşasın Yüzarsifə. Eşq olsun.
Eşk olsun yaşasın Yüzarsif. Misirin azizimin yaşasın. Allah Yüzarsif'i yaşasın Yüzarsif. Eşk olsun Allah Yüzarsif'i hifzelesin. Eşk olsun Allah Misirin Yüzarsif'i azizi var olsun. Eşk olsun Misirin azizi Yüzarsif'e. Eşk olsun. Nə olub cənab Yüzarsif? Kimisə axtarırsınız? Bir anlıq elə bil yuxuda gördüyüm qoca qadın gözümə göründü. Amma deyəsən bir xəyal idi. Getdik. Nə oldu? Deyəsən məni gördü. Məyər Yüzərsifi görməyə gəlməmişdiniz? Əlbəttə. Amma istəmirdim ki, o mənim bu eybəcər sifətimi, çuxura düşmüş gözlərimi görsün. Mən onu görməyə gəlmişdim. Təəssüf ki, aydın görə bilmədim. Axı Yüzərsifi niyə görmək istəyirsiniz, xanım? Yusifi çox istəyirəm. Aşbi oğlum, deyəsən karvan səsi gəlir. Elədir baba. Get atam Binyaminə deyinən mənim yanıma gəlsin. Get oğlum, get. Özündən müğayət ol. Bəli ata, məndən işiniz var idi. Binyamin oğlum, gör bu karvanın başçısını yanıma gətirə bilərsən. Oldu atacan. Salam olsun Allahın Peyğəmbəri Yaqub Nəbiyə. Məlikə, sənsən. Allahın salamı olsun sənə. Nə olub? Allahın Peyğəmbəri yoxsa məni tanımadı? Yox Məlikə, biraz gözlərim zəifləyib. Nə qədər deyirəm ki, ata, az ağlayın, əhəmiyyət vermir. Yaxşı, danış Məlikə, nə xəbər var? Xəbərlər çoxdur, amma sizi maraqlandıran xəbər yoxdur. Hardan gəlib? Hara gedirsən? Nəyin ticarətinə məşğulsan? Həmişəki kimi Hindistandan bir növə tirli dərmanlar alıram. Hicaz və Kənan yolundan Misrə gedirəm. Ümumiyyətçilərə satıram. Heç mənim itirdiyimi axtarmısanmı? Hind, Hicaz və Misirdə tacirlərdən Yusifi soruşmuşam. Amma heç kim onu tanımadı. Qul satanlardan da soruşdum. Bilən olmadı. Bir gün mənə Misirdəki cavan məhbusdan bir xəbər gətirdin. Bilmirəm, nədənsə həmişə elə hiss eləyirəm ki, Yusifi Misirdədir. Bəs Misirdə vəziyyət necədir? Misirdə qıtlıqdır. Amma Misirin əzizinin rəhbərliyi və müdürklüyü sayəsində vaxtında buğda ehtiyatı yığıldığı üçün qıtlığın qarşısını almaq mümkün olub. Misir cəmaatı onu Yüzarsif adlandırır. Onu çox istəyirlər. Yüzarsif?
Necə də mənim Yusifimin adına bənzəyir. Atacan, bizim Yusifimiz hara, Misirin əzizi hara? Mən qocanın xahişini heç vaxt unutma. Mən də Allah dərgahından sənə xeyr əta etməsini istəyəcəyəm. Mütləq Allahın nəbisi. Hara səfər eləsəm, sizin Yusifinizi axtaracam. Allah sənə və karvanındakılara xeyir, bərəkət və səlamət inayət eləsin. Get Məlikə, səni gözləyəcəyəm. Ümidvaram ki, Yaqub nəbi tezliklə öz itirdiyini tapacaq. Allah amanında qalın. Allah amanında. Allah amanında. Allah amanında. Yəqin ki, tezliklə Kənanda da qıtlıq olacaq. Hətta gec də olmuş olsa, nə qədər imkanınız var, buğda ehtiyatı toplayın. Nil tədricən qurumaq üzrədir. Yəni müqəddəs Nilin bir gün quruması mümkündür? Xanım, xanım. Nə olub? Nə istəyirsiniz? Üzr istəyirəm xanım. Sarayda yeməyə heç nə qalmayıb. Ərzağımız tamam qutarıb. Eşitmişəm, ehtiyacı olanlara havayı buğda verirlər. Məyər bizim ehtiyacımız yoxdur? Yox, xanım. Məmurlar bu evin sahibini və sakinlərini araşdırarkən onları kasıb hesab eləmədilər. Onda bizə havayı buğda verilməyəcək. Neynəmək olar? Buğda paylanan məntəqəyə müraciət eləyin. Bəlkə onlardan bir şey ala bildiniz. Mən və Tama gedərik. Bəlkə buğda ala bildik. Doğrusu buna ümidim olmasa da, amma nəsə eləmək lazımdır. Dayanın. Qoyun Huya da sizinlə getsin. Mən bağbanla xanımın yanında qalaram. Hə. Sarayı boş qoymaq olmaz. Gəlin gedək, bir neçə kisə götürüb ambarlar tərəfə yollanaq. Gedək, gedək. Yuzarsif yoxsul və gücsüzləri özünə tərəf cəlb eləyə bildi. O buna nail oldu. Etiraf eləməliyik ki, Yuzarsif yoxsul və gücsüzləri özünə tərəf cəlb eləməyə müvəffəq olub. Hə, düz deyir. Yuzarsif vəziyyətin necə olduğundan yaxşıca xəbərdardır. Və təkcə zəiflərin deyil, hökumət məmurlarının da arasında nüfuz qazanmaqla öz qüdrətini günü-gündən artırır. Bu məsələ məni çox qorxudur. O hətta kiçicik hərbi əməliyyat keçirmədən, yaxud kobud hərəkət eləmədən belə özünün bütün müxaliflərini meydandan kənarlaşdırıb, görmürsünüzmü bizi Axnatunun sarayından necə uzaqlaşdıraraq öz məbədimizin içində mühasirəyə salıb? Görmürsünüzmü Tiyə xanımı necə ev dustağı və tərki dünya eləyib və cəmaatın çoxunu məbəddən uzaqlaşdırıb? Bilirsiniz nə düşünürəm? Məncə bu məsələdə elə bir həqiqət var ki, biz onu hətta dilə gətirməyə belə qorxuruq. Yuzarsif, Misirin aşağı təbəqəli insanlarının tək olan Allaha yaxınlaşmağına səbəb olub. Bu Amun məbədinin kahinləri və Misir tanrıları üçün böyük rüsvayçılıqdır. Bütün bu rüsvayçılığın üzərinə buğda qıtlığını da əlavə eləmək lazımdır. Birinci ili başa vurduq və bütün buğda ehtiyatımız qutardı. Bəs ikinci ili və o biri illəri neyniyəcəyik?
Amun məbədinin kahinləri naz, neymət içində bəsləniblər. Aclıq və buğdanın azlığına dözə bilməzlər. Biz buğdanı satın almaq məcburiyyətindəyik. Ey böyük Amun, ey ulu Amun, Yuzarsiflə mübarizədə öz məbədinin xidmətçilərinə, öz kahinlərinə yardım et. Bir iki buğda, bir dibi. Niframun. Niframuna 32. Git. Növbə kimindir? Bir iki buğda, 3 dibin. 3 dibin? Adi adamlara bir dibin, bəzilərinə də havayı. Amma məbəd üçün 3 dibin? Bu nə deməkdir? Qıtlıq və aclıqla mübarizənin xərci hardan təmin olunmalıdır? Fəqirlərin kisəsindən, yoxsa varlıların cibindən? Sən məbədi digər varlılar kimi hesab edirsən? Sizə də digərlərinə satdığımız qiymətə satırıq. Fəqət digər varlılara. Amunun var dövlətinin sizə nə dəxli var, hə? Siz buğdanı məbədin əhalisinə daha ucuz verməlisiniz, baha yox. Sizin nəyiniz varsa Amundandır. Bəli. Bütün bunlar Yuzarsifin və onun Allahının bərəkətindəndir. Amundan yox. Amun hətta öz kahinlərinin qarnını belə doyura bilmir. Yəni, məbədin 3000 nəfəri üçün 90.000 dibin ödəməliyik? Siz çox yaxşı hesablayırsınız, cənab Keybuni. Məbəd bu qiyməti ödəməyəcək. Və Yuzarsifin zorakılığına təslim olmayacaq. Gedək. 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 Növbə kimindir? Nə olub? Niyə qabağa gəlmirsiniz? Bunları tanıyırsınız? Mən tanımıram. Adın və nişanələrin. Mən Huyayam, Hurdedənin övladı. Mən də Tiyaminiyəm, Binginin qızı. Tamam, mən Fatimanın qızıyam. Sizin adınız siyahidə yoxdur. Siz ya qulsuz, ya da başqasının himayəsindəsiz. Bəli, elədir. Biz Putifarın və Züleyxa xanımın sarayının xidmətçiləriyik. Bizi üzürlü hesab eləyin. Sizin payınızı yalnız sizin sahibiniz ala bilər. Sizin özünüzə verə bilmərik. Bizim sahibimiz də ehtiyac içindədir. Əks halda bizi bura göndərməzdi. Heç olmasa bu dəfə bizə buğda verin. Söz veririk ki, bir də sizə müraciət eləmərik. Bu Yuzarsifin qanunudur. Əgər sahibiniz sizi yedizdirə bilmirsə, bəs onda nə üçün azad eləmir? Ehtiyacı olan azad insanlar hökumətin himayəsindədirlər. Ehtiyaclı qullar isə öz sahiblərinin. Ya sahibiniz özü buğda almaq üçün gəlsin, ya da sizi azad eləsin ki, havayı buğda ala biləsiniz. Əgər azad olsaq, bizə buğda verəcəksiniz? Əgər azadlığınız barədə hökm gətirsəz, bəli. Onda siz hökumətin quluna çevrilirsiniz. Hökumətin də vəzifəsidir ki, təbəsinin qarnını doydursun. Dayanın. Bura gəlin. Bu dəfə az da olsa sizə buğda verirəm. Amma gələn dəfə ya sahibinizlə, ya da azadlıq vərəqəsi ilə birgə gəlin. Gedin. Allah sizi və Yuzarsif'i öz pənahında saxlasın. Bunların hərəsinə 12 buğda verin. Gedin. Növbəti.
Cəmaatın daha əvvəlki kimi amına imanı yoxdur. Görürəm ki, əliniz ətəyinizdən uzun qayıtmısınız. Yuzarsif əmir verib ki, kahinlərdən və varlılardan 3 qat artıq dibin alınsın. Cəmaatın içində təhqir olunduq. Onlar bizə güldülər. Kimin ağlına gələrdi ki, bir gün buğda qızıldan da baha olacaq? Hal-hazırda ən güclü silah Yuzarsifin əlindədir. Mən də onun yerinə olsaydım, düşmənə bir an belə aman verməzdim. Əlimə düşən fürsətdən bacardığım qədər istifadə edərdim. İndi neyniyək? Məbədin minlərlə sakini çörək istəyir. Bu müharibədir. Müharibədə müxtəlif fəndlərə əl atmaq zəruridir. İndi səltənət Yuzarsifdədir. Buna görə də onunla yola getməliyik. Amma onda biz məğlubiyyətimizi qəbul eləmiş olacağıq. Yuzarsif də elə bunu istəyir. Əgər dil silahı işə yaramasa, onda qılıncdan istifadə eləyəcəyik. Biz Axnatunun sarayına gedib, onunla qıtlıq barədə danışmalıyıq. Ondan məbədə havayı, ya da ki, ucuz buğda verməsini tələb eləyəcəyik. Gedin və Axnatuna deyin ki, biz onunla görüşmək istəyirik. Elə bu qədər? Kölələrə kölə olduqları müddət ərzində buğda verilmir, xanım. Onu da bizə hədiyyə elədilər. Əgər azad olsalar necə? Onda Misir hökuməti ehtiyacımız olduğu qədər bizi təmin eləyəcək. Çünki biz onda kasıb hesab olunacağıq. Ardımca gəlin. Hamınız. Mən bağbanı çağırmağa gedirəm. Bu Putifarın mühürüdür. Heç kim onu inkar eləyə bilməz. Xanım, axı biz azad olmağımızı istəmədik. Kim azad olmağını istədi? Biz təkcə məmurların söylədiklərini dedik. Mənim heç kimin mərhəmətinə ehtiyacım yoxdur. Siz də ömrünüzü bu qəmxanada bundan artıq hədər eləməyin. Gedin. Bugündən azadsınız. Götürün. Bunlar sizin azadlıq sənədlərinizdir. Heç kim bundan sonra maneçilik törədib sizi haqqınızdan məhrum eləyə bilməz. Amma biz sizi tərk eləmək istəmirik, xanım. Boynumuzda sizin böyük haqqınız var. Axı sizi necə atıb gedə bilərik? Bundan başqa çarəniz yoxdur. Əgər burada qalsaz, acından öləcəksiniz. Xanım, bəs siz tək qalacaqsınız? Xanım, sizi qıtlıq və aclıq hədəliyir. Daha heç nəyiniz qalmayıb. Hələ ki, sarayda çoxlu qiymətli əşyalar var. Mən onları satıb buğda ala bilərəm. Axı mənim də buğda ehtiyatına görə ödənilmiş payım var. Gedin. Ümid eləyirəm ki, yeni həyata başlayacaqsınız. Sizi tanrılara ant verirəm. Bizi qovmayın, xanım.
Gedin, özünüzü bu sarayın əzab əziyyətindən xilas eləyin. Xanım, biz sizin bəndələrinizik. Öz tanrımızı necə tək qoyub gedə bilərik? Hərdən gəlib mənə baş çəkərsiz. Xanım, biz uşaqlığımızdan sizin yanınızda olmuşuq. İndi tənhalığa necə dözək? Gedin, sizin üçün darıxacağım, gedin. Biz sizə və bura öyrəşmişik. İndi hara gedək, hə? Nə dediyimi eşitmədiniz, gedin. Xanım, biraz səbr eləyin. Öz xidmətçilərinizi qovmayın. Bəsdir daha, Züleyxa gedin. Xanım, nə olar? Biz buranı tərk eləyib hara gedək xanım? Sizi necə tək qoyacağıq? Bu yer sizin üçün deyil. Xanım! Gedin. Mən tək qalmaq istəyirəm. Bəsdir, qurtarın. Bütün bunlar faydasızdır. O bizi qəbul eləməyəcək. Qəbul eləməyəcək. Gedək. Yəni gedək? Bəs nə edək? O daha bizi istəmir. İstəmir. Görəsən o niyə Axnatunla görüşmək üçün icazə istəyir? Yoxsa buğda çətinliyi onu məğlubiyyətlə barışmağa vadar eləyib? Şübhə eləmirəm ki, bu 2 ildə məbədin buğdaları qurtarıb. Mən düşünürəm, yaxşı olar ki, bu anda Yüzarsif də burada olsun. Yoxsa biz təklikdə bu xəbis Alixmahın ötəsindən gələ bilmərik. Yüzarsif bura çağırın. Günə qoymusan.
Mən bu ruhlar sarayından qorxuram. Qorxuram. Hara gedim? Kimə pənah aparım? Bu namərdlikdir. Məyər aşıqlar belə eləyir? Bu tənhalıq və qəriblik nə vaxtacan davam eləyəcək? Sənin vəfasızlığın nə qədər çəkəcək? Nə qədər nalə eləyim? Sənin həsrətinə nə qədər dözüm? Daha gözlərim görmür. Nə qədər intizar çəkim? Amma sən müqəssir deyilsən. Mənim halımdan, vəziyyətimdən xəbərin yoxdur. Əgər xəbərin olsaydı və vecinə almasaydın, onda müqəssir olardım. Amma sən hardan biləsən? Elə bilirsən ki, varlı, zəngin Züleyxa naz-nemət içində qərq olaraq günlərini əvvəlki tək şadlıqla keçirir. Əslində səni illərlə zindana salıb hədsiz işgəncələr verən birisini niyə yada salmalısan? Elə təkcə məni cəzalandırmamağına görə sənə minnətdar olmalıyam. Sənə qarşı elədiyim bu qədər xəyanət, töhmət, hilədən sonra səndən mərhəmət, alicənablıq ummağım çox yersizdir. Böyük ağılsızlıqdır. İnanıram ki, hər zaman düşmənlərin şərindən, ruzigarın bəlalarından xilas olacaqsan. Züleyxa heç vaxt ümidsiz olmayacaq. Bu vaxtacan hicrana dözmüşəm. Bundan sonra da intizarınla yaşayacağım. İntizarımla yaşayacağım. İntizarımla yaşayacağım. Yusif. Yusif. Niyə burada yatmısan? Bir anlıq yuxuya getdim. Yuxuda yenə o qoca və ehtiyaclı qadını gördüm. O sənə heç tanış gəlmir? Niyə ki? Elə bil onu tanıdığımı hiss eləyirəm. Amma nə qədər fikirləşsəm də onu harda gördüyümü yada sala bilmirəm. Axı niyə həmişə onun üzünü görə bilmirəm? Sən bütün qoca və miskin qadınların adını məmurlardan öyrənə bilərsən. Bəlkə onlardan tanış ad ya da bir nişanə tapa bildin.
Əgər onu tanımağım məsləhət olsaydı, mütləq onun üzünü görərdim. Şübhəsiz ki, burada bir hikmət var. Deyəsən, Alixmahu və kahinlər şikayət eləmək üçün Axnatonun yanına getmək istəyirlər. O isə onlarla tək qarşılaşmaq istəmir. Mən də orada iştirak eləməliyəm. Sənin orada olmağın vacibdir. Bəli. Güman eləyirəm ki, bütpərəstliklə mübarizənin yeni mərhələsi başlayıb. Çox güman ki, məbədin buğdası tamamilə qutarıb. Siz burada nə inirsiniz? Məyər deməmişəm ki, gedəsiz? Biz xanımı tək qoyub gedə bilmərik. Bəlkə də Huya, Sufir və Bağban sizə o qədər də bağlı deyilər. Amma mən və Tama sizi heç cür ata bilmərik. Bir daha deyirəm, gedin. Mən tək qalmaq istəyirəm. Sizin mərhəmətinizə ehtiyacım yoxdur. Gedin, siz azadsınız.